Dünyada ənənəvi çap mediası zəifləməyə doğru gedir. Bəzi qəzetlər çap versiyasından imtina eləyərək onlayn variantda fəaliyyətlərini davam etdirir. Azərbaycanda da analoji proses müşahidə olunur, amma bu tendensiya bizdə daha sürətli gedir. Əvvəlki 10 illiklərlə müqayisədə köşklərdən qəzet alanların sayı xeyli azalıb. Vaxtı ilə evlərin baş köşəsində saxlanılan qəzetlər bugün artıq tozlu künclərdə unudulub. O günlərdə qəzetə şəxs kimi baxılırdı. İndi isə qəzet köşkləri digər məhsulların satışı üçün istifadə olunur. Metroda və ya avtobusda qəzet oxuyan birini görsək təəccüblənirik. Zamanında yüksək tirajla çap olunan qəzetlər indi ciddi problemlərlə üzləşir. Çap mediasına azalan tələbat getdikcə qəzetlərin tamamilə sıradan çıxması ilə da nəticələnə bilər. Hətta Medianın İnkişafı Agentliyinin verdiyi son qərar da bunun əyani sübutudur. Belə ki, Medianın İnkişafı Agentliyi çap media subyektlərinə dəstək üçün elan etdiyi müsabiqədə bildirib ki, qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək. Agentliyin icraçı direktorunun müavini Natiq Məmməddinin sözlərinə görə, qəzet redaksiyaları optimallaşmaya getməlidirlər. Belə ki, getdikcə bahalaşan mətbə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclər fonunda nəşrlər yeni reallığa uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər. Təbii ki, çap mediasının sıradan çıxmasının tək səbəbi mətbə, kağız və digər texniki xərclər deyil. Mobil proqramlar və sosial media platformaları vasitəsilə xəbərlərə anında çıxış imkanı əldə etmək mümkündür. Üstəlik, yeni dövrün tələbləri ilə yaşayan insanların da yetəri qədər səbri yoxdur. İnsanlar dünyada baş verən son hadisələri növbəti gün qəzetlərdə uzun-uzadı yox, anında sosial şəbəkə və saytlarda qısa formada oxumağa maraqlıdırlar. Bu da nəticədə çap mediasının, necə deyərlər, sonunu gətirən amillərdən birinə çevrilir. Biz ömrünü qəzetçiliyə, qəzetə həsr edən insanlar üçün nə qədər məyus edici və ağrılı olsa da, amma yazılı mətbuat, qəzet öz dövrünü bitirir, başa vurur. Yəni artıq xeyli müddətdir ki, demək olar ki, qəzet satışı sıfıra yenib, qəzetlərdə reklam yoxdur və yeni medianın, texnologiyaların inkişafı artıq elə vəziyyət yaranıb ki, insanların yazılı mətbuat, qəzet alması ehtiyac yaratmır, ehtiyac duyulmur. Məsələ burasındadır ki, son 20 ildə Azərbaycan dövləti yazılı mətbuatın yaşaması üçün çox böyük işlər görüb. Əgər dövlətin dəstəyi olmasaydı, yazılı mətbuat, qəzetlər indiyənəcən yaşamazdı və biz buna görə dövlətimizə hədsiz minnətdarıq. Təbii ki, çap mediasının davam etdirilməsi üçün hələ də müəyyən mənada şans var. Yeni Müsavat Media qrupunun rəhbəri Rauf Arifoğlu hesab eləyir ki, qəzetlərin tamamilə sıradan çıxmaması üçün müasir standartlara cavab verən mexanizm yaradılmalıdır ki, qəzet ənənəsi yaşasın. Dövlətimiz 20 ildir ki, kütləvi informasiya vasitələrindən əsas sayılan o zamanlar üçün qəzetlərə yardım edir. Məsələn, bu 20 illik yardımın 10 illik müddətində bir maliyyə müəyyənləşdirib, bir dəfəlik yardımlar edə bilərdi. Bir 10 qəzetə, hətta daha az qəzetə. Və bu bir dəfəlik yardımlar qəzetlərə müəyyən strategiya qurmaq, müəyyən yol xəritəsi qurmaq, müəyyən plan qurmaq üçün faydalı ola bilərdi. Bu, indi də mümkündür. Yəni, bugün də mümkündür ki, müəyyən fəaliyyəti olan qəzetlərə yoxlanılmış biznes planlar əsasında, əsaslandırılmış biznes planlar əsasında ciddi miqdarda borc yaxud subsidiyalar verilsin. Onlar özlərinin ticari görünüşlərini, texnoloji imkanlarını, kontent səviyyələrini artırmaqla müəyyən bir fəaliyyət göstərsinlər. Çap mediasının bundan sonraki taleyi isə hələlik sual altındadır. Müəyyən tədbirlər görülməyəcəyi, yeni dünya nizamı ilə uyğunlaşmayacağı təqdirdə isə bir neçə ildən sonra qəzet və jurnallar tamamilə tarixə qovuşacaq.